Salam. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test bankının 16-cı sınağına baxırıq. Birinci suala baxaq. Uyğunsuzluqları müəyyən edək. Birinci şərtdə Hind-Avropa dil ailəsində İran dil qrupunda Əfqan xalqlarını göstərib. Bu cərgə doğru olduğu üçün, bizə də uyğunsuzluq soruşulduğu üçün birinci şərti götürmürük və birinci şərtin verildiyi variantları da götürmürük. İkinci şərt artıq avtomatik bizə lazım olacaq. Belə ki, Ural dil ailəsində Sami dil qrupu yoxdur. Deməli, ikinci şərt yanlışdır və biz onu götürürük. Qafqaz dil ailəsində Naxçıvan dil qrupu var və ləzgilər o qrupa aiddir. Deməli, üçüncü şərt də bizə lazım deyil. Üçüncü şərtin verildiyi C variantını da silirəm. Artıq dördüncüyə baxmasaq da olar. Beşinci şərt, Hind-Avropa dil ailəsi, Hind, Ari, Taciklər. Taciklər əslində fars dil qrupudur. Deməli, yanlış olduğu üçün bizə lazımdır. Hind-Avropa dil ailəsinin Roman dil qrupunda isə fransızlar, italyanlar, ispanlar, rumunlar, moldovanlar ola bilər, amma ingilislər olmaz. İngilislər German dil qrupundadır. Deməli, cavab E variantı. İkinci suala baxaq. Xəritə sxemdə ştrixlənmiş təbii zona üçün səciyyəvi əlamətləri müəyyən edək. Ştrixlənmiş ərazinin tayqa zonasının olduğunu görə bilirik. Mülayim işıqlama quşağında yaranan bütün iqlim quşaqlarının yayıldığı ərazilərdə rast gəlinir. Yanlışdır. Mülayim iqlim işıqlama quşağında subtropik iqlim quşağı da var, amma orada tayqa yoxdur. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. İkinci şərt avtomatik doğrudur. Çünki hər üç variant da var. Ob, Yenisey və Makkezi çaylarının hövzələrində rast gəlinir şərti doğrudur. Torf ehtiyatı ilə zəngindir şərti doğrudur. Üçüncü şərtdə bizə lazımdırsa avtomatik iki variantda silinir. Dördə də baxırıq. Suvarma əkinçiliyi üçün əlverişli deyil. Belə ki, bura əsasən rütubətlənmə əmsalının vahiddən böyük olduğu yerlərdir. Deməli, cavab 2, 3, 4 A variantı. Üçüncü suala baxaq. Tropik və mülayim işıqlama quşağına aid fikirləri müəyyən edək. 3 iqlim quşağını əhatə edir şərti yalnızca tropik işıqlama quşağına aiddir. Yəni, tropik, subekvator və ekvator iqlim quşaqlarını əhatə edir. Deməli, birinciyə 1. Birinciyə 1-in verilmədiyi A, D və E variantlarını silmək olar. Saxalin və Azor adaları yerləşir şərti mülayim işıqlama quşağıdır. İkinciyə 2, digər hər iki variant da var. Enliyarpaqlı və iynəyarpaqlı meşələr zonası yayılmışdır. Eynən mülayim iqlim işıqlama quşağına aiddir. İkinciyə 3. İkinciyə 3-ün verilmədiyi variant C variantıdır. Onu da sildik. Braziliyanın ərazisinin çox hissəsi, Konqonun ərazisinin bütün hissəsi yerləşir. Tropik işıqlama quşağında olar. Birinciyə 4. Mərkəzi Asiya ölkələri burada yerləşir. Mülayim iqlim işıqlama quşağı ikinciyə 5 və Avstraliya materikinin şimalını əhatə edir. Tropik işıqlama quşağı birinciyə 6. Cavab B. Dördüncü sual. Litosfer tavaları haqqında doğru ifadələri müəyyən edək. Antarktida litosfer tavasının yalnız materik tipli yer qabına rast gəlinir şərti yanlışdır. Belə ki, Antarktida litosfer tavası Afrika, Hind-Avstraliya litosfer tavalarından okeanın altında toqquşduğuna görə burada okean tipli yer qabığı da rast gəlinə bilər. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi 3 dənə variantı silirəm. Artıq 2 və 3-cü şərtlər bizə lazım olacaq. Afrika və Sakit okean litosfer tavaları 4 yarımkürədə yerləşir. Bəli, hər ikisi ekvatorla, Afrika Greenwich, Sakit okean isə 180 dərəcəli meridianla kəsişir. Vulkanik mənşəli adalar həm divergent, həm də konvergent sərhəddə yarana bilər şərti doğrudur. Buna Alp-Himalay dağ quşağında, Ant-Kordilyer dağ quşağında və Orta okean dağ silsiləsində rast gəlmək olar. Dördüncü şərt artıq bizə lazım deyil. 5-ə baxaq. Litosfer tavalarının müxtəlif istiqamətlərdə hərəkəti tektonik proseslərlə bağlı şərti də doğrudur. Yəni 2, 3, 5 cavab A variantı. 5-ci suala baxaq. Sxemə əsasən doğru ifadələri müəyyən edək. Sindir proyeksiya tərtib olunan xəttlərdə 3-cü məntəqə təhrif 0-a bərabər olur. 3-cü məntəqə ekvatorda olduğuna görə sindir proyeksiya tərtib edilmiş xəritədə 3-cü məntəqədə həqiqətən də təhrif 0-a bərabər ola bilər. Yəni birinci şərt doğrudur. 1, 2 və 4-cü məntəqələr eyni materikdə yerləşir. Şərti yanlışdır. Belə ki, İkinci məntəqə 40 dərəcə şimal ində yerləşdiyinə görə Avropada,
Dördüncü məntəqə 20 dərəcə şimal enində yerləşdiyinə görə Afrikadadır. Deməli, ikinci şərt yanlışdır. Birinci məntəqədə yer kürəsinin xəyali ox ətrafında fırlanma sürəti dördüncü məntəqədəkindən çoxdur. Məntəqə ekvatora nə qədər yaxın olarsa, yerin xəyali ox ətrafında fırlanma sürəti daha böyük olur. Burada birinci və dördüncü məntəqələr hər ikisi 20 dərəcə paraleldə yerləşdiyinə görə sürət bərabər olur. 5-ci və 2-ci məntəqələr arasında ən qısa məsafə 854 kilometrdir şərtinə baxaq. 5-ci və 2-ci məntəqələrin aralarında 40 dərəcə coğrafi enlik fərqi var, coğrafi uzunluq fərqi var və 40 dərəcə ilə paraleldə 1 dərəcə ölçüsünün uzunluğu 85,4 kilometrdir. Əgər aralarında 10 dərəcə olsaydı 854 olardı, amma burada 40 dərəcə var. Deməli, 4-cü şərt də yanlışdır. Artıq 2, 3 və 4-cü şərtin olduğu variantları silə bilərik. 2, 3 və 4-cü şərtlərin olduğu variantları sildik, qaldı 1, 5, 6. 6-cı məntəqədə Günəş il ərzində günorta vaxtı həm cənub, həm də şimal tərəfdə görünə bilər. Əgər məntəqə 2 tropinin arasındadırsa, 2, 6-cı məntəqədə belədir. İl ərzində yay gün dönümündə Günəş özündən şimalda, qış gün dönümündə isə özündən cənubda görər. Və sonuncu, verilən məntəqələrdən Günəş şüalarının minimum düşmə bucağı 26,5 dərəcədən az deyil. Şərti də doğrudur. Belə ki, bu məntəqələrdən qütbə ən yaxın olanı 40 dərəcəli paraleldədir və 40 dərəcəli paraleldə Günəşin minimum düşmə bucağı 26,5 dərəcədir. Deməli, 1, 5, 6 cavab B variantı. 6-cı suala baxaq. Ölkəmizdə mövcud olan yarımsəhra landşaftına aid olmayan xüsusiyyətləri müəyyən edək. Rütubətlənmə misalı vahiddən kiçikdir şərti doğrudur və biz onu götürmürük. Yarımsəhra quruçuluq iqliminə aiddir bu şərt. Viləhçay və Katexçayın aşağı axarlarında yayılıb şərti yanlışdır. Viləhçayın aşağı axarında yayı quraq keçən, Katexçayın aşağı axarında isə qışı quraq keçən mülayim isti iqlim var. İkinci şərti götürürük. Dəmiyə əkinçiliyi inkişaf etməmişdir. Bəli, etməyibdir. Belə ki, yarımsəhra landşaftında əsasən suvarma inkişaf edibdir. Bu şərt doğru olduğu üçün götürmürük. Üçüncü şərtin verildiyi D variantında silirik. Səpələnmə radiasiya üstünlük təşkil edir. Küral zobalığı yarımsəhra quruçuluq iqlimindədir və səpələnmə radiasiya orada yox səviyyəsindədir. Deməli, 2, 4 variantlardan yalnızca Y variantı qalır. Orta Araz təbii vilayətinə yayılıb şərti doğrudur. Və 6, Qusar maylı düzənliyinin əsas landşaft tipidir. Qusar maylı düzənliyində dağ çölləri və dağ meşələri daha çox yayılıb. Deməli, cavab Y variantı. 7-ci suala baxaq. Xəritə sxeminə əsasən Richards Bay, Santos və Tampico limanlarının aid olduğu ölkələr müvafiq olaraq göstərilir. Richards Bay Cənubi Afrika Respublikasındadır. 6. Santos Braziliyadadır. 5. Və Tampico Meksikadadır. 2. 6, 5, 2 cavab B variantı. 8-ci suala baxaq. Yanlış bəndi müəyyən edək. Gördüyümüz qədər burada tektonik zonalar verilibdir və tektonik zonalara aid olan xüsusiyyətləri götürəcəyik. Daha da isə aid olmayan, çünki yanlış bəndi istəyir. 1. Paleozoy yaşlı süxura rast gəlinmiş. Böyük Qafqaz tektonik zonasında paleozoy yaşlı süxur yoxdur. Deməli, A şərti ödənmədi. 2. Ön Qafqaz tektonik çökməsində həm yarımsəhra, həm də intrazonal landşaftlar mövcuddur şərti doğrudur. B-də götürülmədi. 3. Kiçik Qafqaz tektonik zonasında həm qara, həm də əlvan metallurgiya üçün xammal mövcuddur şərti doğrudur. Götürmürük. 4. Kür dağara çökəkliyində Neogen və 4-cü ölçəkdə yayılmış şərti də doğrudur. 5. Araz Cavan platformasında incə və gəyən düzləri yerləşir. İncə və gəyən düzləri bu ərazidədir. Ona görə də Y variantı yanlışdır və biz onu götürürük. 9-cu suala baxaq.
A ölkəsinin əhalisinin ümumi sayı 50 milyon nəfər, adam başına düşən ümumi daxili məhsulun həcmi isə 30 min dollardır. Bu ölkənin ümumi daxili məhsulunun 20% xarici şirkətlərə məxsusdursa, ümumi daxili məhsulun milli şirkətlərin payını müəyyən eləyək. Deməli, biz əvvəlcə ümumi daxili məhsulun ümumi miqdarını tapaq. 50 milyon nəfəri adam başına 30 min dollardan hesablasaq, bu 1,5 milyard dollar ümumdaxili məhsul deməkdir. Və onun əgər 20% xarici şirkətlərə aiddirsə, deməli 80% də milli şirkətlərə aiddir. 1,5-ində 80% 1,2 milyard deməkdir. Cavab Y variantı. 10-cu suala baxaq. Uyğunluğu müəyyən eləyək. Pamir dağları, Böyük Suariz dağları, Apalaç dağları. İki işıqlanma quşağında yerləşir şərti, bu o deməkdir ki, ya qütb dairəsində, ya da tropik xəttlə kəsilməlidir. Burada isə Böyük Suariz dağlar cənub tropik xətti ilə kəsilir 2-yə A. Çayları iki okyanus toplayıcı hövzəsində yerləşir. Şərti də Böyük Suariz dağlara aiddir. Onun şərq hissəsindən axan çaylar Sakit okeana, qərb yamaçlarından axan çaylar isə Hind okeanına aiddir. 2-yə həm də B uyğun olacaq. 2-yə A və B-nin olmadığı C və D variantlarını da silirəm. Artıq yalnızca B variantı üzərindən fikirləşə bilərik. Alp dağı əmələ gəlmə mərhələsində yaranmışdır. Söhbət Pamir dağlarından gedir. 1-ə C. Köhnə sənaye rayonu yerləşir. Söhbət Apalaç dağlarından gedir. Belə ki, burada Amerikanın kömür zonasıdır və köhnə sənaye rayonudur. 3-ə D. Buradan başlayan çayların qidalanmasında buzlaq suları üstünlük təşkil edir. Şərti isə aiddir Pamir dağlarına 1-ə Y. Cavab B variantı. 11-ci suala baxaq. Cədvələ əsasən doğru bəndləri müəyyən eləyək. Şahdağ silsiləsi xarici ölkə ilə təbii sərhəd təşkil edir şərti doğrudur. Çünki Ermənistanla təbii sərhədimizdir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Qarabağ silsiləsi mütləq hündürlük 3000 metrdən azdır. Bəli, ən hündür zirvəsi, Böyük Kiç zirvəsi 2725 metrdir. İkinci şərt də doğrudur. İkinci şərtin verilmədiyi variantları da silirəm. Sadəcə 5-ə baxa bilərik artıq. Murovdağ vulkanik effüziv çökmə süxurlara rast gəlinir şərti doğrudur. 1, 2, 5 cavab A variantı. 12-ci suala baxaq. İqlim diaqramının aid olduğu iqlim quşağı üçün doğru ifadələri müəyyən edək. Burada biz cənub subekvator iqlim quşağının diaqramını gördük. Temperatura görə bu qənaətə gəlmək olar, amma yağıntını əksər vaxt 1700-dən yuxarı verilir. Yağıntısı bu dəfə 1420 verilir. Kepyok yarımadası cənub yarımkürəsində subekvator iqlim quşağına aiddir. Birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. Eğer gölü bu iqlim quşağında yerləşir şərti yanlışdır. İkinci şərtin olduğu variantı silirəm. Yağıntılar əsasən yay fəslində düşür şərti doğrudur. Cənub subekvator iqlim quşağında yayda ekvator hava kütlələri gəldiyinə görə yağıntılı olur. Cənub yarımkürəsinin yayı isə yanvar, fevral, noyabr, dekabr aylarıdır və gördüyümüz qədər həmin aylarda yağıntılar daha çoxdur. Demək, üçüncü şərt də bizə lazımdır. Deməli, C variantını da silə bilərəm. Artıq sadəcə 6-ya baxa bilərəm. Savanna və seyrək meşələr təbii zonası formalaşıb. 6-cı şərt də doğrudur. Cavab Y variantı. 13-cü suala baxaq. İqlim diaqramının aid olduğu iqlim tipi üçün səciyyəvi əlamətləri müəyyən edək. Burada 1036 mm yağıntının olması, temperaturun mənfiyə düşməməsi, mülayim isti iqlimdən bəhs eləyir. Yağıntılar da əsasən yay aylarında düşdüyünə görə qışı quraq keçən mülayim isti iqlim kimi düşünmək olar. Ancaq variantlardan görəcəyik ki, burada əslində rütubəti bərabər paylanan mülayim isti iqlim diaqramı qoyulmalıymış. Qax Şəki rayonları ərazisinə rast gəlinir şərti doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. Qərzəkli meyvəçilik üzrə ixtisaslaşan inzibat rayonlar ikinci şərt də doğrudur. İkinci şərtin olmadığı Y variantını da silirəm. 1, 2, 3, 1, 2, 4 qaldı. Bərabər rütubətli soyuq iqlim tipinə aiddir. Xeyr, soyuq iqlim tipində temperatur mənfiyə düşməli idi. Üçüncü şərt yanlışdır. 4-ə baxaq. Talış dağlarının ətəklərində müşahidə olunur şərti
Rütubəti bərabər paylanan mülayim isti iqlimə aiddir. Amma burada qışı qura keçən mülayim isti iqlim verilib. Hər halda 1, 2, 4'ü götürək cavab A variantı. 14-cü sual. Tərtər və Qanıq çaylarına aid olan ümumi xüsusiyyətləri müəyyənləyin. Mənbəyi xarici ölkədə yerləşir şərti Tərtər çayı üçün ödənmir. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Qidalanmasında yeraltı sular üstünlük təşkil edir şərti hər iki çay üçün aiddir. Mənsəbində yarımsərli və qurçöl iqlim müşahidə edilir. Hər iki çayın mənsəbi Kür çayıdır və yarımsərli qurçöl iqlimi müşahidə edilir. 2, 3, deməli A variantında silə bilərəm. 4'ə baxaq. Toplayıcı hövzəsi iki tektonik zonlara yerləşir. Qanıq çayının toplayıcı hövzəsi Böyük Qafqaz və Kürdağra çökəkliyi, Tərtər çayınki isə Kiçik Qafqaz və Kürdağra çökəkliyidir. 2, 3, 4 cavab Y variantı. 15-ci suala baxaq. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edək. Əlvan metallurgiyada istifadə edilir şərti həm misə, həm də boksisə aiddir. 3-cüyə 1. Afrika materikində rast gəlinir şərti yenə hər ikisinə aiddir. 3-cüyə 2. 3-cüyə 1 və 2'nin verilmədiyi A, D və Y variantlarını silirəm. Çilinin iqtisadiyyatının mühüm yer tutur söhbət misdən gedir. 1-ciyə 3. Emalı əsasən inkişaf etmiş ölkələrdə gedir şərti boksita aiddir. Belə ki, boksitin filizin tərkibində metal çox olduğuna görə onu inkişafda olan ölkələrdən çıxardıb inkişaf etmiş ölkələrdə emal üçün aparmaq məqsədə yönlüdür. Amma misin tərkibində filiz kasıb olduğu üçün o harda çıxardılırsa orada da emal edilir. Deməli 2-ciyə 4. Braziliya ixracatının mühüm yer tutur şərti boksita aiddir. 2-ciyə 5. Və Kiçik Qafqaz dağlarının yataqları mövcuddur. Söhbət misdən gedir. 1-ciyə 6. Cavab C variantı. 16-cı suala baxaq. Uyğunluq gözlənilmişdir. Cape York adası Yeni Gvineya adasından Polk boğazı vasitəsilə ayrılan şərti yanlışdır. Torres boğazı olmalıydı. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Kiçik Asiya yarımadası çayları iki okean hövzəsinə aiddir. Bəli, Qızılırmaq, Yaşılırmaq çayları Qaradənizə, Dəclə və Fərat çayları isə İran körfəzinə və Hind okeanına aiddir. İkinci şərt bizə lazımdır. Üçüncü şərtə baxaq. Apennin yarımadası fəaliyyətdə olan vulkan mövcuddur. Söhbət burada Vezuvidən gedə bilər. Deməli, üçüncü şərt də doğrudur. Üçüncü şərt hər üç variantda verilib. Kuba adası tasvir tablolarının divergen sərhədində yerləşir şərti yanlışdır. Dördüncü şərtin verildiyi variantı silirəm. Baltik dənizi orta duzluluğu Qaradənizin orta duzluluğundan daha çoxdur şərti yanlışdır. Və 6. Saxalin adası mülayim musson iqlim tipi formalaşıb. İqlim qurşaqları xəritəsində 5D və ya 5C rəqəmləri ilə göstərilib. 2, 3, 6 cavab D variantı. 17-ci suala baxaq. Xəritə sxemində şərhlənmiş fiziki coğrafi rayonlar üçün oxşar xüsusiyyətləri müəyyənləyin. Burada Qazax Qarabağ, Araz boyu və Küdrü Şirvan fiziki coğrafi rayonları verilib. Yarımçəri qurçöl iqlim tipi müşahidə edilir şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Kürdağra çökəkliyi təbii vilayətində yerləşir şərti doğrudur. 1, 2'nin verilmədiyi variantları silirəm. 5'ə baxaq. Buxarlanma qabiliyyətinin kəmiyyəti yanıtların kəmiyyətindən daha çoxdur. Şərti də doğrudur. Ona görə rütubətləmə misalı vahiddən kiçikdir. Cavab 1, 2, 5, B variantı. 18-ci sual. Cədvələ əsasən doğru bəndləri müəyyən edək. Nil çayı mənsəbinin yerləşdiyi dəniz 3 qitənin sahillərini yürür şərti doğrudur. Belə ki, Aralıq dənizi Avropa, Asiya və Afrika qitələrinin sahillərini yürür. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Artıq 3'ə baxa bilərəm. Parana çayı mənsəbi keçid iqlim qurşağında yerləşir şərtdə doğrudur. Parana çayı mənsəbi La Plata körfəzində subtropik iqlim qurşağında yerləşir. Üçüncü şərtdə doğrudursa deməli B variantda silirəm. 5'ə baxaq. Yukon çayı Mekong çayı ilə eyni okean hövzəsinə aiddir. Yukon çayı Şimali Amerikada Sakit okeana, Mekong çayı isə Avrasiyada Sakit okeana tökülür. 1, 3, 5 cavab A variantı. 19-cu suala baxaq. Şimali Amerika materikinin Avrasiya materikindən fərqlənən xüsusiyyətləri.
En uzun çay Atlantik Okeanının su toplayıcı hövzəsinə aiddir. Bəli, Şimali Amerikada en uzun çay Mississippi Atlantik Okeanına aiddir. Avrasiyada isə Yansız Sakit Okeana aiddir. Birinci şərt doğrudur. A, B və Y variantlarında birinci şərt olmadığı üçün silirəm. Tropik iqlim qurşağı tam zolaq əmələ gətirir şərti. Bəli, Şimali Amerikada bu iqlim qurşağı tam zolaq əmələ gətirir, amma Avrasiyada Hindistan yarımadasında kəsilir. İkinci şərt də doğrudur. D variantında silirəm. 6-ya baxaq. Eyni adlı platformanın təşkil olunmuşdur şərti də doğrudur. Belə ki, Avrasiya platformasından Ərəbistan və Hindistan platformalarından ibarətdir. 1, 2, 6 cavab C variantı. 20-ci sual. Unitar inzibati ərazi quruluşuna malik olan ölkələr müəyyən edin. A variantında Birləşmiş Ərəb Əmirliyi federativdir. B variantında Myanma federativdir. C variantında Belçika, Avstriya hər ikisi federativdir. D variantında isə Suriya, Mərakeş və Uruqvay heç biri federativ deyil. Cavab D variantı. 21-ci suala baxaq. Azərbaycan Respublikasının əhalisi üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin. Demoqrafik keçidin 4-cü mərhələsindədir şərti yanlışdır. Bu yüksək inkişaf etmiş ölkələrdə olur əsasən. Birinci şərt yanlış olduğu üçün götürmürük. Əksər hissəsi mütləq hündürlüyü 500 metrdən yüksək deyil, alçaq olan ərazilərdə məskunlaşıb. İkinci şərt də yanlışdır. İkinci şərt də silirəm. Orta sıxlığı 100 nəfərdən çoxdur şərti doğrudur. Üçüncü şərt bizə lazımdır. 4-ə baxaq. Hind-Avropa və Qafqaz dil ailəsindən mənsub olan xalqlar yaşayır. Bəli, Azərbaycanda ruslar, Qafqaz ailəsində isə Naxçıvan, Dağıstan, Ləzgilər yaşayır. 4-də doğrudur. Əmək qabiliyyətli əhali ümumi əhalinin yarıdan çoxunu təşkil edir şərtdə doğrudur. 3, 4, 5 cavab A variantı. 22-ci suala baxaq. Doğru olmayan ifadələri müəyyən edək. Volqa-Ural regionunda yerləşən türk xalqları Altay dilli ailəsinin Bulqar qoluna aiddir. Bəli, Çuvaşlar, Başqırtlar və Tatarlar Altay dil ailəsinin Bulqar qoluna aiddir. Birinci şərt doğrudur, ona görə də birinci şərti götürmürük. Kabarda-Balkar və Qaracı-Çərkəz türk qurumları dəniz sahili mövqeyə malik şərti yanlışdır. Heç bir ölkənin Qaradənizə çıxışı yoxdur. İkinci şərti götürürük. Müstəqil türk dövlətlərindən yalnız biri iki qitədə yerləşir şərti yanlışdır. Türkiyə həm Avropa, həm Asiyada, Qazaxıstan həm Avropa, həm də Asiyada yerləşir. Üçüncü şərt də bizə lazımdır. 5-ə baxaq. Saxa Respublikası ərazisinə görə ən böyük türk dövlət qurumudur şərti doğrudur. 3,1 milyon kvadrat kilometrdən ən böyük dövlət qurumudur. 5-ci şərt doğrudur deyə götürmürük. Və 6. Türkiyə, İraq və Bolqaristanla yalnız quru sərhədinə malikdir şərti yanlışdır. Bolqaristanla həm də su sərhədinə malikdir. Cavab Y variantı. 23-cü suala baxaq. K məntəqəsinin atmosfer təzyiqi 640 mm civə sütunudur. L və K məntəqələri arasında temperatur fərqi 9,6 dərəcə təşkil etdiyini nəzərə alaraq L məntəqəsinin mütləq hündürlüyünü müəyyən edək. Əgər K məntəqəsinə təzyiq 640 mm-dirsə, deməli, buranın hündürlüyü 1200 metrdir. Bu hardan çıxdı? Dəniz səviyyəsində təzyiq 760 mm-dir. 640 mm-ə qədər təzyiqin azalması 1200 metr hündürlüyün artması deməkdir. 760-dan 640-ı çıxsaq 120 eləyər. Barik pillədə 10 metr olduğuna görə 120-ni ona vurduq, elədi 1200 metr. Deməli, K məntəqəsinin hündürlüyü 1200 metrdir. K məntəqəsi ilə L məntəqəsinin arasında 9,6 dərəcə temperatur fərqi isə 1600 metr hündürlük fərqi deməkdir. Belə ki, əgər 1000 metrə 6 dərəcə temperatur azalırsa, temperaturun 9,6 dərəcə azalması üçün 1600 metr hündürlük lazımdır. Və K məntəqəsinin hündürlüyü 1200 var idi. Üstünə də 1600 gəldik. L məntəqəsinin hündürlüyü oldu 2800. Cavab 2800. 24-cü sual baxaq. Ölkəmizin kənd təsərrüfatı ilə bağlı olan doğru ifadələri müəyyən edin. Yay və qış otlaqlarının mövcudluğu qoyunçuluğun inkişafına müsbət təsir edir şərti doğrudur. Regionlar üzrə təbii şəraitin müxtəlifliyi həm yazlıq, həm də payızlıq əkinçilik üçün imkan verir və yaradır. Bəli, dağlıq ərazilərdə yazlıq, düzənlik ərazilər isə payızlıq əkin
üçün imkan var. 1, 2. Suvarma kanallarının beton üzlüksüz olması yararlı torpaq sahələrinin azalmasına təsir edir. Bəli, şoranlığı artırır. 1, 2, 3. Bütün ölkə ərazisi üçün intensiv kənd təsərrüfatı xarakterli şərti yanlışdır. Şaballı və boz çəmən torpaqları dəmiyə əkinçiliyi inkişaf etmişdir şərti yanlışdır. Boz çəməndə dəmiyə əkinçiliyi olmaz. Qərzəkli meyvəçilik üzrə ixtisaslaşan inzibati rayonlarda tütün becərilmir. Şəki-Zaqatala zonasında tütün becərilir. Deməli, 6-cı şərtdə yanlışdır. Cavab 1, 2, 3. 25-ci suala baxaq. Südlük və südlük ətli istiqamətli heyvandarlığın üstün olduğu ölkələr. Ətli və südlük istiqamətli heyvandarlıq xəritəsindən görürük ki, Hindistan, Fransa və Danimarka ərazisi südlük istiqamətli heyvandarlığın inkişaf elədiyi ərazilərdir. Burada cavab Hindistan, Fransa və Danimarka. 1, 4, 6. İnkişaf etmiş ölkələr demoqrafik keçidin ikinci mərhələsindədir şərti yanlışdır. Belə ki, onlar əsasən 4-cü keçid mərhələsində olur. Birinci şərti götürürük. Almaniyada adam başına düşən ümumdaxili məhsul həcmi İspaniyadakindən daha çoxdur şərti doğrudur, götürmürük. Cənubi Afrika Respublikası, Avstraliya, İsrail və Qətər inkişaf etmiş ölkələr qrupuna daxildir şərti yanlışdır. Çünki Qətər inkişaf etmiş ölkə deyil, 3-ü götürürük. Argentina və Çilidə şəhər əhalisinin payı yüksəkdir şərti doğrudur, götürmürük. OPEC təşkilatına üzv olan ölkələr yalnız 2 qitədə rast gəlmək olan şərti yanlışdır. Belə ki, Cənubi Amerikada, Afrikada və Asiya qitəsində bu ölkələr var. Deməli, 5-ci şərtdə yanlış olduğu üçün bizə lazımdır. İndoneziya Yaponiya neft ixrac edir şərti doğrudur, onu götürmürük. Cavabımız oldu 1, 3, 5. 27-ci suala baxaq. Uyğunluğu mənlik. Qarabağ iqtisadi rayonu, Gəncə Daşkəsən iqtisadi rayonu və Mərkəzi Aran iqtisadi rayonu üçün uyğun variantları seçək. Bir xarici ölkə ilə həmsərhəddir şərti Qarabağ iqtisadi rayonuna aiddir. Yalnızca İranla həmsərhəddir. 1-ə A. Zəngin alüminyum ehtiyatına malikdir şərti Gəncə Daşkəsənə aiddir. 2-yə B. Varvara su anbarı yerləşir Mingəçevir su anbarından biraz şərqdə Mərkəzi Arana aiddir. 3-ə C. 6 inzibati rayondan ibarətdir. Mərkəzi Arana aiddir. Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir. Yəni 3-ə D. Ərazisində həm Kür, həm də Araz çayının qolları mövcuddur. Şərti isə Qarabağa aiddir. 1-ə Y. Situasiya suallarına baxaq. Tədqiqatçı şimal yarımkürəsində yerləşən Günəşin ildə bir dəfə zenitdə olduğu paralel ilə 80 dərəcə şərq uzunluğunun kəsmə nöqtəsindəki yarımadada yerləşən A məntəqəsindən başlayaraq şimal istiqamətində 1831,5 km hərəkət etdikdən sonra B məntəqəsinə çatmışdır. 28-ci sualda A məntəqəsinin yerləşdiyi ölkənin inzibati ərazi quruluşunu və bu ölkənin ərazisinin əksər hissəsinin yerləşdiyi iqlim qurşağı müəyyən edin. Günəşin ildə bir dəfə zenitdə olduğu məntəqə, yəni coğrafi enlik 23,5 dərəcə şimal enliyi olar. Burada çünki şimal yarımkürəsindən söhbət gedir. Və 80 dərəcə şərq uzunluğu da verilirsə, deməli bu ərazi Hindistan yarımadasına düşür. Deməli A məntəqəsinin yerləşdiyi ölkənin Hindistandırsa, onun inzibati ərazi quruluşu federativdir və ölkə ərazisində olan iqlim qurşağı subekvatorialdır. B məntəqəsinin yerləşdiyi ölkənin sahillərini yuyan okeanın və bu ölkə ərazisində axan ən uzun çayın adını müəyyən edək. Şərtdən də görmüşdük ki, B ölkəsi 23,5 dərəcə şimal enindən şimalda 1831,5 km məsafədə yerləşir. Və 1831,5 km dərəcə çevirmək üçün 111-ə bölərik. Bu da eləyər 16,5 dərəcə. 23,5 dərəcədən 16,5 dərəcə şimala getsək çatarıq 40 dərəcə şimal enindən. 40 dərəcə şimal eni və 80 dərəcə şərq uzunluğunun kəsişməsində isə Çin ölkəsi yerləşir. 29-cu sualda Çin ölkəsinin sahillərini yuyan okean Sakit okeandır və B məntəqəsinin yerləşdiyi ölkənin, yəni Çinin ərazisindən axan ən uzun çay Yansı çayıdır. 30-cu sual. B məntəqəsindən günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqlarının arasındakı fərqi tapaq və B məntəqəsi ilə ekvator arasındakı məsafəni tapaq. B
B məntəqəsi 40 dərəcə şimal enində olduğuna görə ora maksimum və minimum düşmə bucaqları Günəşin 23,5 dərəcə şimal enində və 23,5 dərəcə cənub enində olduğu vaxtlarda olur. Günəş cənub tropikində olanda 40 dərəcə şimal enində günəş şüaları 26,5 dərəcə bucaqla, Günəş şimal tropikində olanda isə günəş şüaları 73,5 dərəcə bucaqdan düşür. 73,5-dən 26,5 çıxanda cavabımız eləyəcək 47 dərəcə və 40 dərəcəli paralellə ekvator arasındakı məsafə 40 dərəcədir. 111 kilometrə vuranda eləyir 4440 kilometr.